Hardasa 2 il idi bu çanaq oynağımın koksiya artrozu 4-cü dərəcədən əziyyət çəkirdim. Hərəkətlərimdə bloklanmışdı, rahat gəzə bilmirdim. Son 4 ay demək olar ki, ayağımı əlimlə idarə edirdim. Gecəni yatmırdım, demək olar yerimdə qıvrılırdım səhərə kimi. Bilmirdim ayağımı hansı vəziyyətdə qoyum ki, rahat olsun. Qısalma da var idi ayağımda, hardasa 1 sm yaxın. Əməlli gəzməyimdə bilinirdi. Əməlli ağsıyırdım. Demək olar ki, onurğa sütunumda əyilmiş formadaydı, əyri gəzirdim. Doktorun müayinəsinə gəldim. Doktor baxdı, yəni Zimmer endoprotezi qoyulmağa məsləhət gördü mənə. Çox qorxurdum, amma yəni boşuna qorxurmuşam. Şükür əməliyyat olmuşam, rahat gəzirəm. Axsamam demək olar ki, yoxdur. Çox sağ olsun ki, Nicat doktor məni bu bəladan qurtardı, sağlamlığıma qovuşdurdu.